Bu videoda Astop'un ən böyük davalarına səbəb olan İlkin və Nihatı barışdıracağıq və yanımda Sadiq var. Sadiq, xoş gəlmisən. Bu videoda mən Sadiq çox kömək eləyəcək. Bütün bu hadisələr İlkinin Nihatın videosuna təpki verməsi ilə başladı. Brat, mən baxıram xanımın çox keçmiş-keçli həyatı olub. Sən hər ehtimal bazı demədə yaxşı. Anam. Yox, hara getdin, çıxdın sən? Axı gülməli heç nə yoxdur. Mənə heç gülməli gəlmir. Heç gülməli deyil şu an. Daha sonra isə İlkin Nihatdan onun haqqında bir shorts videosu çəkməsini istəmişdi. Və həmin video TikTokda tamına 5 milyon izləndi. Azərbaycanda ən çox sevdiyim bloger İlkin Feyziyev. və bu videonu mənə xahişlə çəkdirmişdi. Həmin videonu da İlkin özü çəkmişdi. Və İlkin öz videosunda Nihatın videosuna təpki verdiyi üçün Nihat öz kanalında İlkinin videolarında iştirak etdiyi və İlkinin hansı videosunda köməklik etmişdisə hər birini bir-bir söylədi. Və onu auditoriya qarşısında saxtakar çıxartmağa çalışdı. Buna dözməyən İlkin isə onun haqqında bir shorts videosu çəkdi. Belə pis çıxmasın, mən özümü bomba göstərmək istəyirəmsə, videoya ancaq dostlarımı çəkərdim. Hamısı İlkin Feyziyev deyərdi. Başqa blogerin adı olmazdı. Bütün iştirak elədiyin videoların adını sayırsan və İlkini bu yerlərə mən qaldırmışam deyirsən. Sən kimsənin ya dünənə qədər üzən düşürdün ki, mən də sizin videolarınızda iştirak eləyim. Birazdan baş verənlər isə sizi şoka salacaq. Üstümə nəyə gəlsən? Üstünə gələn var sənin. Oradaydın da xeyr, gəldim üst qabağına. Sənə bu adam susmağı bacarmır. Bu adam sayanmır. Görsən hörmətin görsən. Qardaşım ehtiyatlı ol ki, nə? Birdən şey eləyəcəklər, bizi döyəcəklər. Narahat olma, mənlik qələt eləyirlər ikisi də. Uşaqlar böyük risk atıram həqiqətən. Yəni ya əsəbləşə də bilərlər, bəlkə də mənlə dostluğu da poza bilərlər. Çünki bir-birlərinə nifrət eləyirlər də. Yəni adlarını belə çəkmək istəmirlər. Mən Nihada yığacağam, bu isə İlkinə yığacaq. Bu İlkini PlayStation oynamağa adı ilə çağıracaq. Mən isə Nihadı video çəkmək bəhanəsi ilə çağıracağam. Və beləliklə onlar qarşı-qarşıya gələndə şoka girəcəklər, şok olacaqlar. İlkinə zəng vururuq, dəli olacaq. Gedir zəng. 100% yatıb, 100%. Alo. Alo, neyinsən qardaşım? Heç nə brat. Sən nə edirsən? Mənəm də elmlərdəyəm, brat. İstəyirəm bir PlayStation-da oturum, prosta adam yoxdur da. Bəlkə gələsən, bekarsansa, əgər işin yoxdursa. Bekaram deyəndə universitetdəyəm. Yarım saata zada çıxacam da, ancaq elə olar. Yarım saata. Hə. Biraz tez çıxa bilsən, lap əla olar. Bir heç olmasa bir 10 dəqiqə, 5-10 dəqiqə tez çıx. Yox xiyar. Necə çıxım xəstəsən sən də deyim PlayStation. Yaxşı, hə də denəndə nə olar ki? Yarım saata çıxaram. Tamam brat, tamam, onda zəngləşərik də. Mən sənə konumu atacağam. Bekarsan brat. Haycan? Çox bekarsan, sən PlayStation nədir? Ücə bekarçılıq da videozat çəkmirik deyə mən dedim oturaq PlayStation oynayaq. Davay, öpdüm. Davay. Uşaqlar İlkin gəlir, zor. İlkini həll elədi. Həll Sən PUBG oynayırsan, PlayStation-a. Deyərdim PUBG-yə gəl girək Vəsata. Onda inanardım bəlkə. Oynayır PlayStation. PlayStation neydi Allah PUBG? Yarım saat dedisə o 100% hər yerə gedəcək. Rahat bir 40 dəqiqə yazı gələcək də. Nihat. Bir dənə bunları başdıra bilsəydim. Dava çıxsa mən qoyuram sizə atıram. Kamera arxamızda da anar var. Salam. Nihat zəng vurur. Hə brat, işin var? İşim var idi, onu sən gözlətdim. Hə. Hardasan? Mən brat ofisdəyim, sana baxam. Ustadasan? Ofisdə, nə ofisdə? Hə, ofisdə. Video çəkirəm, təcili bir nəfər lazımdır. Nə videosu brat? Lal-karkor pizza yedik də kabinetdə, elmlərdəyəm. Neçə dəqiqə çata bilərsən, hə? Brat, mən indi Nizamdayam. Sözüncü, brat, nə qədər çəkir sənin təklifin? 1 saat. 1 saata dəqiq qutara biləriksə, bax %100 gələ bilərəm. Hə, anar gildə elə burdadır. Sadiqlə Anarla. Tamam, mən vaxt 40 dəqiqəyə gəlirəm. Elə eləyək ki, saat 3 çəkim uzaq tutaraq ki, mən Babəkə getməliyəm. Tamam brat, tamam, problem deyil. Tək gəl, tez gəl. Bu gecikmə ya. Davay, öpürəm tez. Yo bro, bacardıq. İkisini bir araya gətirib. Saqqal bu günləri son olacaq uşaqlar. Davanın sonu deyə bu gün Sadiq. Nə fikirləşsən? Ya qırğın olacaq, ya da son olacaq. Ya da sülh olacaq uşaqlar. Uçay kabinetə gözləyək bunların gəlməyini. Uç da bəs. Nihadə düz yarım saatdır gözləyirik Sadiq. Hələ də gəlib çıxmayıb. Sadiq də burada çay içir. İlkin də yarım saat demişdi də. Kisə inandı girsə təzə qapıda qarşılaşdılar. Dava qırğın elə orada. Döyürlər biz uşaqlar təsəvvür eləyin. Hər ikisi də gecikəcək. Anar vlog çəkir özü üçün uşaqlar. Güya. Güya. Əslində Nihadı kandıracağıq biz. Niyadan Allah şeydi, inanacaq. Ha. Qapı döyülür. Görün inşallah kim gətirdi. Nihad bəy, necəsiniz? Tay Nazardan gəlmişsən. O Sadiq, bundan sən can qardaşımsan. Orada var idi. Qoy da qaba gətir də. Salam da vlogunuza. Allah orada da saxlamadı. Qapıda orada saxlamadı. Sən ondan gətirmədin. Nə vlog çəkirsən? Anar özü üçün çəkir hələ ki. Elə günlük vlog. Yaxşı. Gözləri pizza videosunu çəkmə. Anar özü Biz üçün zakaz çəkir. edirsən. Sən camar qayıt da zakaz edirsən. Bax mən ət yemirəm ha. Onun üçün deyirəm. To yox. Üç tamam var idi. Onun üçün. Oo, pizzamız gəldi. Vəziyyət. Sadiq. Xəstə səs. Sadiq, Ekin. Ay Ekin. Hayır.
Yandan başqa yerdə. Evdə öyle qapını niyə qırırsan? Boş gəlmisən. Ay Murat, xəstəsən sən? Bunlar nədir? Xiyarsan? Gəl. Hala yox da. Keç, Ya, sadə ya, olmuş. oturaq bir söhbət edəcəyik arabası. Keç. Nə keçi? Keç də bura. Keç də qardaşım. Niyə axı? Ama sen benimle oturursan. Xəstə bundan başım ət. Abrat onunla eyni yerdə oturmayacağam. Niye yala gel. Oturmayacağım, Gel oturaq. Onu görmək istəmirsən, ışıqları söndürüb görməksən. Gel. Video nədir? Keç ora. Sənə deyəcəyim. Mən də içim Biz araşdırdım almıyorsun. Ay yaxşı da, söz tutmayın. Keç bir dənə otur. Ay onun yanında otururam mən. Tam orada otur. Eynən söndürür. Vlogumuza bax. Vlog seçdik qarşı vlog. Sən bok qaynadırsan. Sən vlog çəkirəm. Keç də. Sən vlog çəkən götürəm. Narahat olma, öldürməyəcəksən. O pox yer məni öldürür. Çay iç də brat. Qıpqırmızı. O qədər qışqırdı, qıpqırmızı oldu. Anar sən niyə hər Sən Gürcüstanda deyildin qardaşım. Sən ayrı vaxt səni tapa bilmirik. Zastafa bax, Qarabağ komandası. Bırak mən hər yerdəyim. Bir baxsan İtaliyada, bir baxsan Gürcüstanda, bir baxsan Azərbaycanda. Tanıyırsan bunu? Ay yox, nəyi çəkirsən sən can? Bu da xiyar, yox, Nə tanımır. video çəkirsən? Vlog seçirik də. Vlog bura. YouTube bizim işim. Sən kameranı al bunun əlinə. Bak nə bok qaynadırsan sən can? Video Ay, çəkir. heç nə deyil axı, bura. Pizzamızı gözlə. Hanı pizza yaxşı? hanı Gələcək pizza? deyil mi? Göstər görəm, neçə dəqiqəsi qalıb? 3 səfər çəkərik kimi. Nədir ya qaqa? Video sahibi oldum mən. Hanı pizzalar? Gələcək də, Harda mən gələcək? səbirlə Hardan də. zakaz vermisiniz? Göstərin görəm. Anar hard dedin nə bayaqda? Nəyinə zakaz vermisiniz? Kuryer. Abi kuryer deyir ki, qardaşım proqram blokla zakaz verməmisiniz. Ne bileyim bırak. Mailden sonra. Atır birinin üstünə. Nə bok qaynadırsan canım? Hara getsən? Qardaşım gedirəm. Aa, Mən sənin otur. işin var, gücün var. Sən məni niyə əsəb Otur. Ay yox da yox bura. Hoppa businessman. Atır. Ay brat yox sən dedim ki mən vaxtım. Bax görsə anca yeməyə gəlir. Olmadı. Video çəkəcəyik. Bax görsən. Nəyi görsən ya bura? Hərəkətini. Sən nə içəri girdin, mən gördüm, sonra çıxmaq istəyirəm. Axır oturdum da burada. Oturandan sonra durmuram ki. 30 vurdular. İlkin kim çağırıb bura? Sadiq. Sən də mən çağırmışam. Mən lom kimi baxırsan brat. Gözlə bizə gəlmə. Lom kimi deyək də brat. Səni çağırmışam. Asaq. Baba Hala. sizin qabaqda gedənidir. Oturubdu. Mr Beast, Orkun, Enes, Ebo. Zeus. Şey adam adaptörümü götür sana. Bir də APK Mr. Beast, Dubai Mr. Beast. APK. O Sima Mr Beast. Səndən Enes Batur olsa, məndən görə İso Brazilian olsun. İso Brazilian kimdə ala? Yüz qəbilədə mi? Bir də qlobanda qabağına çıxmaq nəzbəri gəfsə sabah nəsə olsun. Gəl, Burada 5 nəfər söhbət edir, o götürür telefon açır. Brat indi onun başını bırax da. Mən elə şeylərə takmıram, brat. Prosta Əbəd da brat. gətirmisiniz. Normal söhbət eləyək də. Qardaşım, dişvə də sənin də hörmətsizlik, ikiniz də hörmətsizsiniz o heç. Brat, oturun, normal şəkildə söhbət edin də. Birinizə qulaq asın. Siz hanı, mən dediniz video çəkəcəm. Hanı pizza? Gələcək də yolda. Nə vaxt gələcək? Brat, Anar nə vaxt gəlir? Yox, İtaliyadan gətirmirlər pizzanı. Yoxdur pizza. Oturun bir İtaliyadan pizza gətirir. Yemək Mənim videolarımda da elə gəlirdi əvvəllər. Yemək gəlir, əylənməyə gəlir. İndi yaxşı arada Yemək videolarına. ya kömək eləməyə yaxşı eləyirdi, Əsas ötürəm Suraxanda brat. videolar gəlmişdi orada. hə. Şeydə deyirdi, saxtakar videosunda danışırdı orada. Babrat, mən nə danışım bu adamdan? Əl uzadıram, əlimi geri çevirir. Halbuki mən heç nə eləməmişəm ha, brat. Hə mama. Yaxşı mama, gələndə çörək alacam. Bax bir dəqiqə telefon qoyun ya. Abi, Bıraktan səhv elə. Bir dəqiqə qoy. O mən Bir dəqiqə sən qoy. o Bir vaxt dəqiqə qoyun ya. Mən xətrimə qoy, fiso hə. Də aydınlaşdıraydı indi məsələn. Nə, hə, tamam elə. Neçə vaxt küslüsüz? Keçən yaydan deyilsiz. 1 il var da elə. Hə, biri. Sən niyə onun videosunu paylaşdın? Bak Sən sen evdə bak oturmuşsan, evdə oturmuşsan. Görürsən ki, YouTube-da bir video paylaşıb, saxtakar İlkin Feyziyev. Deyirsən ki, hype-ım var da, cəmaət üzr say. Hype-ım var, hamı məndən istifadə edir, nəsə qalxmağa çalışır. Bir də görürsən böyle videonu paylaşan. Mən olsam məsəl üçün məndən izləmək məqsədi nə? Bu sən xoşuna gələr. Sən xoşuna gələr. Yox. Sən xoşuna gələr o. Yox brat, gəlməz. Özü hamıya da deyir. Deyirəm ki, pis hərəkətdir də elə deyim. Əsəbdən danışam. Cümlənin qura bilmirsən, sonra söz danış. Sən mənlə videoma niyə şey eləmişdin? Hamıya deyir ki, mən İlkinə xəbər eləmişdim ki, İlkin Feyziyev başlığında video paylaşacağam. Mən hardan bilim nə paylaş? Bəlkə sən paylaşacaqsan ki, İlkin Feyziyev pikdir. Bəlkə paylaşacaqsan ki, İlkin Feyziyevə zəng elədim, borc istədim. Mən elə videolar fikirləşdim. Sana pazlayacağam, yeyəcəm. Elə pozlamaq olmur axı, brat. Təsəvvür 5 milyon izlənmə vermişəm. TikTokda indiyə qədər 5 milyon ümumi videoları Əgər 3 milyon olsa mən vermişəm ümumi videoları toplasam 5 milyon. Nə deyirsən? Mən isə 2 milyon vermişdim. Hə? 1 milyon? Hə? Hər videoda başa sabitlənmiş verir, Allah. O video sənin hesabına izlənməmişdi, sənin şotuna izlənməmişdi. Hansı videonu izləyirsən? O videoda marş
teması var idi. Qız əvvəldə çox maaş deyirdi. Hətta o videodakı milyonu belə mən sənə vermişəm ha. Qıza görə video izləndi, onun sonrasında sən gəldin. O video birinci qıza görə izləndi. Birinci qızı qoymuşdun da, hə? Qızı qoymuşum, qız maaşını çox deyirdi. Şortsa girək bura. Bu uşaqlıq eləyir. Məncə boyun neçədir, sürdüyüm maşın, çıx çölə, bəsairə və ilaxır. Yəni bro bu kontentlər milyon üstüdür. Haqqa girmə. Düz-düzə danışaq. Mən demirəm ki, bax milyon sözü. Lubay videoda əziyyət olsa o izlənmir. Toplam 5 milyon izlənmən var sənin. Xəri mən hər ay ayrı 15 milyon izlənirəm. 15 milyon mən izlənirəm aya. Nə danışırsan? 15 min TikTokda Yo, ümumi hər ay mənə 10 milyona yaxın izlənirəm. toplam Qardaşım, söhbət burada izlənmədir, odur, budur. Başım buraxın da. Yox 5 milyon izlənmə vermişəm buna. Sifətini məşhur eləmişəm. Hələ o videonu çəkəndə mən ona dedim ki, istəyirsənsə kiməsə dinə, sənin də adını çəksin. Dedi, yox, ehtiyac yoxdur. Çəkmişik o videonu, evə getmişik. O video partlayıb 5 milyon. Özü hype götürə bilmədi axı. Orada cəmaət mənim adımı deyirdi, İlkin Feyziyev deyirdi deyə mənə hype gəldi. Bu da başlayıb yanır, bilmir nə etsin. Video çəkir ki, saxtakar İlkin Feyziyev. Həqiqətən düzgün deyil, brat. Qardaşım, indi sənin problemin nədir? Sənin problemin nədir? Bir dənə normal şəkildə bir dənə onu denə, sən birinci denə. Alex brat, saxtakar Sadiq Hüseynzadə çəkən bir video var. Nə istəyirsən onu çəkəndən? Ay qardaşım, indi çəkib, sənə deyib video çəkəcəm. Qız nə olduğunu demir. Hə. Çəksin də bunu normal şəkildə oturub denən ki, mənim xoşuma gəlmədi. Sil dinə. Bu yaxşısın, bu indi bunu çəkmisiniz. Bu çəkib də. Ondan sonra bəs nə olub ki, aranızda belə qırğına qədər gəlib çıxıb? Mən ona zəng elədim videodan sonra. Zənglərimə cavab vermir. Saxtakar İlkin Feyziyev videosunu paylaşandan sonra zənglərimə cavab vermir. 2-3 gündən sonra cavab verdi. Sən indi yaxşı, bunun xoşuna gəlmir bu. Hə. Sən niyə paylaşmısan və sonra aramızda nə söhbət oldu? Sən zəng elədin, bunu axır götürmədi. Götürüb belə danışır ki, elə bir bu belə bir şey eləmir. Bu ən saf adam deyir, videodur da, nə olsun ki? O 30-40 min adamın qabağında mənim kütlənin önündə saxtakar çıxardı. Bütün hər şeyimin yalan olduğunu danışır, gizli şeylər danışır videoda. Başqa çox şey danışır, brat. Təkcə ondan danışmır. Başqa nə danışırdın? Mən baxmışam da. Falan videosuna kömək elədim, falan şey elədim, falan şey elədim. Hə, kütləyə şey. Yəni, bro, hətta o videoda kütləyə deyir ki, mənim şotuma qabağa gedir. Hə, amma brat 10 videonun 4-ünə gəlib, 4-ün də şey eləyib də vurğulayıb falan. Burada kamera tutdum, burada işıq tutdum. Burada hər şey danışır. Ona qalsa hamı kiminsə şotuna, bir-birinin şotuna, bir-birinə kömək eləyir. O da sənə xeyir verib, sən də ona xeyir verirsən. İndi bunu yaxşı kütlə qarşısına niyə çıxardırsınız? öz aranızda həll etməliydiniz bura. Və görsən cavab verə bilmir. Cavab verə bilmir. Mən qarışqa şimşəyəm. 10 ton yükün altında qalıram, amma mən söz altında heç vaxt qalmıram. Cavab verə bilmirsən axı. Verirəm ilkindən Bura soruşun. susmaq Və söz altında qaldın. Deyim ilkindən soruşun. Nə ilkindən soruş? Girsən, sən deyir ki, niyə o videonu paylaşmısan? Deyirsən ilkindən soruş. Paylaşmışam İbrahim İsmail. O niyə paylaşır? Yaxşı ondan sonra. Nə paylaşmışam mən? Nə paylaşmışam? Telefona baxma əsəbləşirəm. Telefona baxma, telefonu qoy. Nə maşır sözünü videoda elə bir şey. Yetim mən əsəbləşdiyimi görmüsünüz birdən ki. Bu belə vətsiz davranır deyə mən əsəbləşirəm. Susmaq qəbul olmaq. Yəqin ki, səhvdir ki, Qardaşım, susmaq qəbul. susmaqla mən qəbul olmuram. O biraz fikir bildir də. Susmağın özü də bir cavabdır. Mən belə bir susmasa ona cavab verəcəm. Niyə özüm aqressiya yaradım? Aqressiya yox, bu normal şəkildə ki, budur, buna o görə eləmişəm, bunu buna Yəni görə. həmişə yadında saxla. Səhv ya da yalan danışan adam həmişə aqressivləşir və aqressivləşən tez bir adamdır. Allah nə əlaqə? Brat kitabın axırıncı səhifəsində. Yer sakit qalıb yalanlığını qəbul etmək. Mən də onun izahını verim ki, mən sakit. Bax, bir söz deyim. Yox, brat o tamam fəlsəfədən gəlirsən. Sən sadəcə deyə bilərsən ki, videonu buna görə yapmışam. Mən səninlə normal danışıram, sən prosta məni saymırsan. Əsəbləşməyim nəyim? Ağzına gələni danışır, heç özü bilmir nə yaşayıb, özü bilmir nə yeyib. Bir dənə desə ki, brat bağışda səhvən eləmişəm. Mən hər şeyin üstündən keçərdim. Zənglərimi açmır çünki bilir ki, günah özündədir. Saxtakar İlkin Feyziyev bu video deyil. Qardaşım, belə deyim də, ümumiyyətcə yaxşı bütün söhbətlər qoyardım. İndi hamının səhvi olur. Nə də olsa əvvəl bir yerdə iş görmüsünüz, Bir söz deyim də, bura. yaxın dost olmusunuz da. Sonra indi bu səhv eləyib, sənin də müəyyən yerdə səhvin var. Nə səhvim var? Brat, ikimizin də səhvi Nə var. səhvim var? Yoxdur. Qardaşım, Mənim müəyyən səhvim qədər- yoxdur. Yox, səhvin deyim də hardadır. Bu indi yaxşı da, bu saxtakar İlkin Feyziyev Hə. paylaşıb, bu yaxşıdır. İndi səhvi birinci bu eləyib. Sən onu kütlə qarşısında eləməkdənsə çağırardın məsəl üçün. Bu 1 il sonra olmalıdır. Çağırıram zəngimi açmır axı. Brat, Bu o qədər dub adamdır.
Qanı pizzalar, çəkmirsiniz, bunun üçün çağırmışsınız arxasına. Bax brat, görsən səhvi qəbullanırsan. Nə səhv brat, mən heç nəyi səhv zad eləməmişəm. Eləmisən. Qardaşım video çəkirsiniz düzəlməli, çəkin çəkmirsə qardaşım mən işim gücüm var. Sənə dedim ki, vaxtım azdır. Tır çıx get buradan. Destava get. Dur gələcək də. Yox da bura. Ay qoydur getsin. Qoy getsin. Qoy getsin. Boş-boş şeyləri mənə çağırmayın da. Bu aralar bilirsən ki, çox sıxılır. Vah, biz bekarıq axı, bekar. 5 sən. Ya. Görsən hərəkətin görsən. Hərəkətdə. Hadi get. Hara qaçmıram, bax gedirəm. Bax qardaşım işim var. Danışanda dedim ki, mən getməliyəm sizə. 15 dəqiqə mən. 3 hələ qalıb da 15 dəqiqə qalıb. Var qat. 15 dəqiqə qalır. Keç sən, keç bilmirəm. Çox hörmətsiz adam. Keç o get. Hadi get. Sənə bir gəl qal. Bırak, bırak, sənə get. Bir dənə danış ha. Bax hörmətsiz də brat. Hörmətsiz sənsən, mən bırak babaya hörmətsiz şeyinə oturdurmuyorum mən. Şişsən sən bro. Öz şeyləri mənim üstümə qoyma. Qoy da bırak. Özü hörmətsiz deyir, tutub mən hörmətdən danış. Yəni kimdə nə yoxdur Bro, ondan xəstəsən sən? Hörmətsin qabaqda gedəndir. Bu danış. nə düzəlmədi, nə bir şey. Maşmaş, sarı gidən çay getim gedim bura. Dur rədd ol buradan. Özüm dur rəhbərəm. Durub mən az boş-boş danışır. Axşam üçün böyük gələrsən söhbət edək. Nə çəkirsən xiyar? Ana, telefon alıb sənin əlinə qoyacağam. Birincisi elə danışa bilmərsən. Niyə? Danışa bilmərsən eləmsə. Niyə? Sən çox böyük danışırsan ha. Sən çox böyük Səndən böyük danışırsan. olduğum Sən üçün çox danışamam. böyük danışırsan ha. Yox, səndən böyük olduğum üçün danışamam. Abunə Canlardan böyük deyilsən. Anar ən böyüyüdür bu arada. Burada yəni sən hörmət eləyən yox da. Prosta indi video xatirinə gəlmisən burada. hörmət edirsən bir. Hə danış. Çətə saat edəyəsən. Məzənə İlkin. demək danış. Gəl bura. İlkin. Bıraxın geçsin, nə bu geçsin. Da geçsin qəşəng söz deyəcəm. Ayosuz belə göndərirlər. Göstər. Bax görsən susmur bu. Sənə bu adam susmağı bacarmır. Bax bu adam sayanmır. Üstümə nə edirsən? Üstümə gələn var sənin. Oradaydın da xeyr, gəldim üst qabağına. Söhbət eləməyə gəldim. Ya burası deyirəm ki səni. Az buradan başlan. Da? Canı yox. Mişel eləyəcəm. Bırak ne? Abi bırak. Nihat, çaşma ha Nihat. Qardaşım. Brat sən nədir? Qardaşım. Hə. Qısa konkret, Verin, bırak. qısa konkret, yeri yoxdur da bunun. Brat, çox imzayı qələt elə. Tamam. Üzr Mən istəyirəm niyə bir-birinizdən. Все, brat, tutdunuz. Bu gün Bu bunlar da bu birlər də. Toy. Öpüşün brat. Ay Qardaşım. oradan da. Все. Södə. Belə barışıq olmur da yəni. Brat, Barışın. şəxsidən Barışdınız. belə olmur. Başqa nə problem var? Yo, brat, deyəm bax, belə olmur. Şəxsdən danışarsınız, soyuqluğu da bitirərsiniz. Bro, sən də üzr istə, sən də üzr istə. Onsuz 7 günlük dünyada, yəni. Bu gün var, sabah yox. Gəlin əl-ələ sıxışın, hər ikiniz üzr istəyin, söhbəti bitirək burada. Bilmirəm nə. Çünki vaxt o üzr istəsin istəyəcəm. vaxtı ikən çox Görəsən panikası yoxdur. Bax birinci böyüyə deyir ki, birinci üzrüstə. Hə Nihat, birinci videon sən. Aşqa böyüyə məndə qalsın. Özürlü sən bilməmişəm. Bax böyle məndə qalsın düzgün Yaxşı, cümlə deyil yaxşı. axı brat. Yaxşı. Düzgün cümlə deyil böyle məndə Qardaşım. qalsın. Södə də əl sıxmısınız. Bax əl sıxmısınız. Nə uzadırsınız? Bura. üzr istə. Əl sıxmısınız. Sən Bura. bilirsən. O üzr Sən istəsən. Böyle məndə qalsın düzgün cümlə deyil. Yaxşı üzr istəyirəm. Mən də. Öpüşün, öpüşün. Əfsədə yəni bunun üçün idi. Все, da bu qədər. Bunun üçün idi siz biri danışmırdınız. Yaxşı, bir dəqiqə stop, pizza var ana. Nə anladın? Ana yiyib yolda. Pizza da yoxdur. Hamı video. Başınız sağ olsun millət. Sizlə Zeynər Bilmirsən. bugünkü məclisimizə Nihat. qədərik. Onlara da xeyirləşmirsə. Az telefonu belə tutmağından bilirəm ki, burada səs yazan var. Təxmin edirəm. Videonun bu hissəsinə video like atın, kanala abunə olun. Bu ses qaldı. Har sonluğunda da. Bu gün də 2 nəfəri qovuşdurdum. Əgər başqa 2 nəfəri də qovuşdurmağımı istəyirsinizsə, bu video Hələ qurtarmadı. 5000 like atın. Gəlib Biz hələ ikimiz bir dənə söhbət eləyəcəyik ayrıca. Amma barışdım belə. Sabit öpüşün.